Həcc mövsümündə o mübarək əməllərdən biri də qurban kəsməkdir. Allah hər birimizə gedib Mina çölündə, Ərafatda qurban kəsməyi nəsib eləsin. Qarşıdan da bu əzəmətli bayram, qurban bayramı gəlir deyə bir neçə kəlmə də o barədə danışım və sonda bir neçə dua ilə sözümüzü bitirək. Bildiyimiz kimi Həzrəti İbrahim Peyğəmbərin övladı olmurdu. Allah övladı olmayanlara gözəl pay verməklə onları sevindirsin. Uca Rəbbimizə duada edər Saffat surəsində keçir. Rabbi həbli minəs salihin. Övladı olmayan qardaşlarım, bacılarım, səsimi eşidənlər bu ayəni əzbərləyib qunutda da deyə bilərlər, səcdədə də oxuya bilərlər və adi vaxtda da elə bu zikri edə bilərlər. Rabbi həbli minəs salihin. Allahım, mənə bir övlad ver, mənə bir övlad bəxş elə ki, o sənin salih qullarından olsun, əməli salih bəndələrindən olsun. Vələd-i salih, salih övlad sədəqə-i cariyədir. İnsan dünyasını dəyişsə də, sədəqətün cariyə bir Peyğəmbər sallavatullahdan məşhur hədis var. Buyurur ki, bir neçə əməl var ki, insan dünyasını dəyişəndən də sonra belə o savab onun əməl kitabçasına qeyd olunar. Onlardan biri, məsələn, hədisdə keçir, ağac əkəsən. Ağacın barından nə qədər istifadə edirlərsə, onun kölgəsindən nə qədər faydalanırlarsa, sən dünyanı dəyişsən də belə oradan sənə savab gələr. Görürsən, biri gəlir bir meyvəsindən, ağacın meyvəsindən yer deyir, Allah bu ağacı əkən ata-anasına ya özünə rəhmət eləsin. Quyu qazdırmısan, insanlar onun suyundan istifadə edir, yol çəkdirmisən, məktəb, xəstəxana, məscid inşa edilib. Və onlardan biri də vələdün salih. Allah hamımıza gözəl əməli salih övlad nəsib eləsin. Ata-ana dünyasını dəyişəndən sonra əgər bir xalq üçün, bir cəmiyyət üçün, bir ölkə üçün, bir millət üçün faydalı bir övlad qoyub gedibsə, onun hər işində, yaxşı işində deyərlər, Allah rəhmət eləsin sənin ata-ana. Allah səni dünyaya gətirənə rəhmət et. Bir sözlə, ata-ana dünyasını dəyişsə də, gözəl övlad ona savab əməli üçün bir fayda verər.